Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz ümumi tarixdə 2-ci Dünya Müharibəsi mövzusudur. 2-ci Dünya Müharibəsi 1939-1945-ci illəri əhatə edir. 2-ci Dünya Müharibəsi 1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşa üzərinə hücumu ilə başlayıb, 1945-ci ilin sentyabrın 2-də Japoniyanın təslim olması ilə başa çatmışdı. 20-ci əsrdə dünya tarixində iki böyük müharibə baş vermişdi. Birinci müharibə 1914-18-ci illəri əhatə edən Birinci Dünya Müharibəsidir. İkinci müharibə isə 1939-1945-ci illəri əhatə edən İkinci Dünya Müharibəsidir. İkinci Dünya Müharibəsinin başlamasının bir sıra səbəbləri vardır. İkinci Dünya Müharibəsinin başlamasının səbəbləri nələrdir? Bilirik ki, 1929-cu ildə dünyada böyük iqtisadi böhran başlamışdı. Bu 20-ci əsrin 30-cu illərində böyük böhran dövlətlər arasındakı ziddiyyətləri kəskinləşdirdi. Bu da müharibənin başlamasının başlıca səbəblərindən biridir. Digərləri isə nüfuz dairələri, xammal və satış dairələri uğrunda mübarizə, Versal-Vaşinqton sisteminin ədalətsiz şərtlərindən narazı qalan Almaniya, İtaliya və Japoniyada qisasçılığın güclənməsi müharibənin başlamasının başlıca səbəbləri içərisində idi. Həmçinin bu dövrdə böyük dövlətlərdən olan ABŞ öz bitərəfliyini qorumaqla baş verə biləcək müharibənin nəticələrindən faydalanmağa çalışması, digər tərəfdən liberal demokratik dövlətlərin Böyük Britaniya və Fransanın öz mövqeyini qoruyub saxlamağa çalışması, faşizm təhlükəsini lazımınca qiymətləndirə bilməməsi də müharibənin başlamasının başlıca səbəblərindən biridir. Həmçinin bu dövrdə kommunizmin hakim olduğu SSR-də isə SSR-nin Şərqi Avropada və Uzaq Şərqdə nüfuz dairəsini genişləndirməyə çalışması və Almaniya ilə əməkdaşlıq etməyə çalışması da müharibənin başlanmasının səbəblərindəndir. İkinci Dünya Müharibəsi əvvəlki müharibələrdən fərqli olaraq miqyasına və əhəmiyyətinə görə daha böyük olmuşdur. Müharibə dövlətlərlə yanaşı həm də ideologiyalar arasında gedirdi. Hansı ideologiyalar? Kommunizm idi, faşizm idi, bir də liberal demokratizm arasında gedirdi. İkinci Dünya Müharibəsi dedik 1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşa üzərində hücumu ilə başladı. Almaniyanın Polşa üzərində hücumundan sonra dərhal İngiltərə və Fransada Almaniyaya müharibə elan etdi. Lakin İngiltərə və Fransa ilk dövrlər Almaniyaya qarşı fəal hərbi əməliyyatlar aparmamışdı. Almaniya Polşadan daha üstün olduğu üçün, Almaniyanın yeni silahları, təyyarələri, tankları olduğu üçün Polşa ordusunu tezliklə məğlub edə bildi. Almaniyanın 2-ci Dünya Müharibəsindəki hücum planı ildırım sürətli müharibə planı adlandırılırdı. Və beləliklə ildırım sürətli müharibə planı nəticəsində qısa müddət ərzində Polşa qoşunları məğlub oldu. Alman qoşunları Polşa ərazisinin bir hissəsini işğal etdi. Müharibədən bir həftə əvvəl Almaniya ilə SSR arasında Molotov-Ribbentrop paktı imzalanmışdı. İmzalanan Molotov-Ribbentrop paktına əsasən Polşa ərazisi Almaniya və SSR arasında bölüşdürmüşdü. Buna görə də Sovet qoşunları tərəfindən isə Polşanın şərqi işğal edilmişdi. 1939-cu ilin sentyabrın sonunda Polşa işğal edildikdən sonra Almaniya ilə SSR arasında müqavilə imzalandı. Müqaviləyə əsasən Şərqi Avropa, Almaniya və SSR arasında nüfuz dairələrinə bölündü. Polşa əraziləri onlar arasında Almaniya və SSR arasında bölüşdürüldü. Polşanın qərbi Almaniyanın, Polşanın şərqi isə SSR-nin nəzarəti altına keçdi. Qış müharibəsi 1939-cu ilin noyabrından 1940-cı ilin martına kimi davam etmişdi. Qış müharibəsi SSR tərəfindən həyata keçirilən hərbi əməliyyat idi. Qış müharibəsi adlanan hərbi əməliyyat nəticəsində SSR Sovet qoşunları Finlandiyaya hücum etdi. SSR-nin Finlandiyaya hücum etməsi nəticəsində 1939-cu ildə SSR Millətlər Cəmiyyətindən
çıxarıldı. 1940-cı ildə SSR Baltik dənizi sahillərində yerləşən Litviya, Latviya və Estoniyanı, Pribaltika ölkələrini işğal etdi. Ancaq bu zaman Finlandiya öz müstəqilliyini qoruyub saxlaya bildi. Rumıniyadan isə Bessarabiya ərazisini aldı və Bessarabiya ərazisini SSR öz tərkibinə qatdı. Və beləliklə artıq SSR 1917-ci il inqilabına qədər ki, keçmiş Rusiya sərhədlərini bərpa edə bildi. Bu dövrdə baş verən müharibələrdən biri də, daha doğrusu baş verən hadisələrdən biri tarixə Qərbə müharibə adı altında düşmüşdür. Bilirik ki, 1939-cu ilin sentyabrın 1-də Almaniya Polşaya müharibə elan etdikdən sonra Avropanın iki böyük dövləti İngiltərə və Fransa Almaniya müharibə elan etsələr də 1940-cı ilin martınadək ona qarşı fəal hərbi əməliyyatlar aparmamışdı. Bu hərbi əməliyyatların aparılmaması tarixdə Qərbə müharibə adı altında tarixə düşmüşdü. İngiltərə və Fransanın fəal hərbi əməliyyatlar aparmaması Almaniyanın işğalçılıq planlarını daha da genişləndirməsinə şərait yaratdı. 1940-cı ilin yazında Almaniya bitərəflik mövqeyi tutan Danimarka və Norveçi işğal etdi. Daha sonra isə 1940-cı ilin mayında qonşuluğunda yerləşən Hollandiya və Belçikanı da işğal etmiş oldu. 1940-cı ilin mayın sonlarında Almanlar İngiliz, Fransız, Belçika qoşunlarını Dünkerik rayonunda mühasirəyə aldı. Lakin Hitlerin əmri ilə bu hücum planı dayandırıldı. Bu isə tarixə Dünkerik möcüzəsi adı altında daxil oldu. Hitlerin bu qərarı onun Böyük Britaniya ilə sülh müqaviləsi bağlamaq niyyətində olması ilə bağlı idi. Bu, onun bəlkə də müharibənin taleyini həll edən strateji səhvlərindən biri oldu. Qərbi Avropada İngilis-Fransız ordusunun məğlub edilməsindən sonra Almaniya artıq Fransa ərazisinə hücum etdi. Almaniya Fransa ərazisinə 1940-cı ildə hücum etmişdi və beləliklə 1940-cı ilin mayın sonlarında Alman qoşunları hücumu nəticəsində qısa müddət ərzində Fransa işğal edildi və Parisi tutdu. 1940-cı ilin iyun ayının 22-sində Fransanın yeni hökuməti Almaniya ilə müqavilə imzaladı. Və bunun nəticəsində Fransanın şimalı Almaniyanın işğalı altında qaldı. Bu, Fransa tarixində bu vaxta qədər ki, ən böyük məğlubiyyət idi. Fransanın cənubunda faşist hökuməti təşkil edildi. Artıq 1940-cı ilin yayına qədər Almanlar tərəfindən demək olar ki, Norveçdən İspaniyaya qədər geniş ərazi işğal edilmişdi. 1940-cı ilin yazında Norveç və Danimarka ərazisi işğal edilmişdi. Daha sonra 1940-cı ilin mayında Hollandiya, Niderland və Belçika ərazisi işğal edilmişdi. Daha sonra isə Fransa ərazisi də Almaniyadan asılı hala düşmüşdü. Həmçinin bu dövrdə Fransızlar 1941-ci ildə Almanlar tərəfindən Yunanistan və Yugoslaviya ərazisi də 1941-ci ildə işğal edilmişdi. Artıq qeyd elədik bunu, 1940-cı ilin yazında Norveçdən Avropaya qədər olan ərazi faşistlərin nəzarəti altına keçmişdi. Fransa və Avropanın faşistlər tərəfindən işğal edilmiş ölkələrin müasir hökumətləri Böyük Britaniyaya sığınmışdı. Fransa işğalından sonra Almanlar Böyük Britaniyaya qarşı havadan aramsız hücumlar etdilər. Əsasən Almaniyanın məqsədi Böyük Britaniyanı da təslim olmağa vadar etməkdən ibarət idi. Ancaq Almaniya hava hücumları ilə istəyinə nail ola bilmədi. Hava hücumları ilə istəyinə nail ola bilmədikdən sonra Atlantik okeanında İngilis donanmasına qarşı müharibə aparmalı oldu. Böyük Britaniyanın gücü müstəmləkələrdən və ABŞ-dan gələn yardımdan asılı olduğu üçün Hitler 1-ci Dünya müharibəsində onu tam şəkildə məğlub edə bilmədi. Hitler sualtı gəmilərin hücumu ilə artıq Almaniyanı məğlub etmək istəyirdi. Lakin Almaniyanın Böyük Britaniyanı məğlub etmək planı puça çıxdı. Almaniyanın Böyük Britaniyanı məğlub etmək planı puça çıxmasının səbəbləri nələrdir? İndi bunlara baxaq. Böyük Britaniyanın inadlı müqavimət göstərməsi,
Böyük Britaniyanın dənizlərdə üstünlüğe sahip olması, Böyük Britaniyanın dünyanın en güclü dəniz donanmasına malikdir. Həmçinin Böyük Britaniya yeni yaradılan radarlardan istifadə edirdi. Bunun nəticəsində Almanların hava hücumunun qarşısını ala bilirdi. Hitler Almaniyası ilə mübarizədə ilk strateji qələbə Böyük Britaniyaya aiddir. Həmçinin Böyük Britaniyanın da müqavimət göstərməsi Almaniyanın ilk məğlubiyyəti hesab edilir. Bu dövrdə hərbi əməliyyatlar Avropa ilə yanaşı Şimali Afrikada və həmçinin Avropanın bir hissəsi olan Balkanlarda da hərbi əməliyyatlar davam edirdi. 1940-cı ildə Afrika ərazisi də hərbi əməliyyatlar meydanına çevrildi. Afrikada hərbi əməliyyatların aparılması əsasən İtaliyanın adı ilə bağlıdır. Bu Afrikada İtaliya geniş miqyaslı hərbi əməliyyatlara başladı. Ancaq bu zaman İngilis qoşunları tərəfindən İtaliyanın Misrə hücumunun qarşısı alındı. 1941-ci ildə Hitler İtaliyaya kömək etmək üçün Alman korpusunu Liviya ərazisinə göndərdi. Liviyada 1932-ci ildə İtalyanlar tərəfindən tam şəkildə işğal edilmişdi. Lakin faşistlərin bu dövrdə Süveyş kanalına tutmaq cəhdi nəticəsiz qaldı. Faşistlər bu məğlubiyyətin əvəzini qərara gəldilər ki, Balkanlarda çıxsın və bunun nəticəsində 1941-ci ilin yazında Alman və İtalyan qüvvələri birgə hücumu nəticəsində Yugoslaviya və Yunanistan təslim oldu. 1939-41-ci illərdə Almaniyanın işğal etdiyi ərazilər, bunu biraz əvvəl də dedik, 1939-cu ildə Polşanı işğal etmişdi, 1940-cı illərdə, 40-cı il Danimarka, Norveç, Hollandiya, Belçika və Fransa ərazisini, 1941-ci ildə isə Yugoslaviya və Yunanistan ərazisi faşistlər tərəfindən işğal edilmişdi. Üçlər paktını imzalayan ölkələr hansılardır? Üçlər paktı Almaniyadır, İtaliyadır və Japoniya arasında imzalanmışdı 1940-cı ilin sentyabrında. SSRİ-yə də bu pakta qoşulmaq təklif etsə də, SSRİ bir sıra təkliflər irəli sürdü. Bu təkliflər Almaniya tərəfindən qəbul edilmədi. Ona görə də SSRİ bu pakta qoşulmadı. Sonradan isə Üçlər paktına digər ölkələr də qoşulmuşdu. Hansı ölkələr? Macaristan, Rumıniya, Bolqaristan və başqa dövlətlər də bu müqaviləyə qoşuldu. Üçlər paktında hansı məsələlər nəzərdə tutulurdu? Üçlər paktında nəzərdə tutulan məsələlər Japoniya Avropada yeni nizamın yaradılmasında Almaniya və İtaliyanın hökmranlığını, rəhbərliyini tanıyırdı. Həmçinin Almaniya və İtaliya isə Asiyada Japoniyanın hökmranlığını, liderliyini tanıyırdı. Pakta imzalanan kimi qüvvəyə minir və 10 il ərzində qüvvədə qalırdı. Bundan başqa, pakta əsasən hər hansı bir dövlətə, hər hansı bir mövcud bu dövlətlərdən birinə hücum edilərdisə, bu dövlətlər birlikdə həmin dövlətə həm iqtisadi, həm də hərbi cəhətdən kömək edəcəklərini bildirirdilər. Bu dövrdə Hitlerin ən böyük səhvlərindən biri də İngiltərə ilə müharibəni dayandırmadan SSRİ üzərinə hücum etməsi oldu. Almaniyanın SSRİ üzərinə hücumu 1941-ci ilin 22 iyununda baş vermişdi. Hitlerin Almaniya üzərinə hücum planı Barbarossa planı adlandırıldı. Barbarossa kim vaxtı ikən müqəddəs Roma imperatoru olmuşdu. Onun adı ilə bağlıdır. Hitlerin əsas məqsədi ondan ibarət idi ki, Avropada şəriksiz ağalığa nail olmaq istəyirdi. Fikirləşirdi ki, SSRİ-ni tabe etməklə artıq Böyük Britaniyanı da tam şəkildə məğlub edə biləcək. Lakin Böyük Britaniya ilə müharibəni başa çatdırmadan SSRİ üzərinə hücum etmək Hitlerin başlıca səhvlərindən biri idi. Və beləliklə 1941-ci ilin iyun ayının 22-sində Alman ordusu hücum əməliyyatına başladı. Faşistlərin hücum planı Barbarossa planı və yaxud da ildırım sürətli müharibə planı adlandırılırdı. Beləliklə 1941-ci ilin qışına qədər artıq Alman qoşunu Arxangelis, Həştərxan xəttini tutmalı idi. Hətta 1941-ci
1941-ci ilin dekabr ayına qədər Alman ordusu, faşist ordusu Moskvaya qədər gəlib çıxmışdı. SSR-nin ilk dövrlərdə müharibəyə hazır olmaması nəticəsində faşist qoşunları tərəfindən qısa müddət ərzində SSR-nin bir sıra əraziləri, Ukrayna və Belarusiya əraziləri işğal edildi. Artıq Alman ordusu tərəfindən Leningrad mühasirəyə alınaraq artıq Moskvaya yaxınlaşdılar və beləliklə 1941-ci ilin dekabrında Moskva döyüşü baş verdi. 1941-ci ilin dekabrında baş verən Moskva döyüşü nəticəsində əks hücum əməliyyatı ilə Alman ordusu darmadağın edildi. Bu döyüşdə Almaniyanın ildırım sürətli müharibə planı bıçağa çıxdı. Almaniyanın 1-ci Dünya müharibəsində isə ildırım sürətli müharibə taktikası Moskva döyüşü nəticəsində bıçağa çıxmışdı. Alman ordusunun hücumunun dayandırılmasının səbəbləri nələr idi? Qışın yaxınlaşması və Alman ordusunun təchizatının zəifləməsi, həmçinin Sovet xalqının güclü müqavimət göstərməsi ilə bağlı idi. 1-ci Dünya müharibəsində isə ildırım sürətli müharibə planı Schlieffen olmuşdu. Schlieffen və Barbarossa planları üçün oxşar cəhət nədir? Almaniyanın Rusiya üzərinə hücumunu nəzərdə tutuldu və ildırım sürətli müharibə strategiyasına əsaslanırdı. Marna və Moskva döyüşlərində ikisində də Almanların ildırım sürətli müharibə taktikası, hücum planı bıçağa çıxmışdı. Atlantika xartiyası. ABŞ müharibənin əvvəlində bitərəflik siyasəti yürüdürdü, müharibəyə qoşulmurdu. Lakin 1941-ci ilin martında ABŞ hökuməti tərəfindən Lend-Liz qanunu qəbul edildi. Nə üçün qəbul edildi? Çünki bu ABŞ-ın təhlükəsizliyi üçün ABŞ-ını vacib hesab edildi. ABŞ təhlükəsizliyi üçün vacib hesab etdiyi dövlətlərə yardımı nəzərdə tuturdu. Bu dövlətlərdən ilk öncə olaraq Lend-Liz qanunu əsas müttəfi Böyük Britaniya, daha sonra isə bu Lend-Liz qanunu isə SSR-yə şamil olundu. 1941-ci ilin avqustunda İngiltərənin baş naziri Winston Churchill və ABŞ prezidenti Franklin Roosevelt Atlantika xartiyası sənədini imzalandı. Atlantika xartiyası Atlantik okeanında döyüş gəmisində imzalandığı üçün belə adlandırılmışdı. Atlantika xartiyasını imzalamaqda məqsəd müharibəni davam etdirmək və qələbəni təmin etməkdən ibarət idi. Atlantika xartiyası faşist blokuna qarşı müharibənin məqsədlərini və gələcəkdə sülhün prinsiplərini müəyyən etməli idi. Atlantika xartiyasının prinsipləri nə idi? Hər iki dövlət deyəndə ABŞ və Böyük Britaniya nəzərdə tutulur. Başqa ərazi işğal etmək niyyəti yox idi, burada qeyd edilirdi. Xalqların öz müqəddəratını təyin etmək hüququnun olması, təcavüzkarın, yəni müharibə edən dövlətin tərk silah edilməsi, bütün dövlətlərin hərbi qüvvədən istifadə etməkdən imtina etməsini Atlantik xartiyası nəzərdə tuturdu. Böyük Britaniya və ABŞ müttəfiqi olduğu SSR-yə aşağıdakı səbəblərdən yalnız ən əlverişli yol olan İran ərazisi vasitəsilə yardım edə bilərdi. Murmansk və Vladivostok limanları yardım üçün əlverişli deyildi. Çünki qış aylarında bura donurdu və bunun nəticəsində bu limanlar vasitəsilə kömək etmək mümkün deyildi. Bir tərəf olan Türkiyə müharibə tərəflərinə qarşı boğazları bağlamışdı. Hansı konferansın qərarına əsasən bilirik ki, 1936-cı ildə imzalanan Montre konferansının qərarına əsasən müharibə dövründə dövlətlər boğazlardan istifadə edə bilməzdi. Həmçinin Egey dənizi adaları isə Almanların işğalı altındaydı. Bunun üçün də yalnız və yalnız İran vasitəsilə köməklik edə bilərdilər. İran isə ilk dövrlərdə öz ərazisindən Böyük Britaniya və ABŞ-ın hücum planının Böyük Britaniya və SSR-nin Almaniya üzərinə hücum planının qarşısını almağa icazə vermədi. Bunun nəticəsində bu dövrdə 1941-ci ilin avqustunda Böyük Britaniya və SSR qoşunları tərəfindən İran ərazisinə hücum edildi və bu da İranda hakimiyyət dəyişikliyinə səbəb oldu. İranın şimalında Sovet, cənubunda isə İngilis nüfuz dairələrinə bölündü. Bunun nəticəsində İngilis, Böyük Britaniya qoşunları İran ərazisinə daxil oldu. Uzaq şərqdə isə hərbi əməliyyatlar Japoniya tərəfindən aparılırdı.
Bilirik ki, Japoniya adada yerləşir və təbii resurslar cəhətdən zəifdir. Təbii resurslar baxımından zəif olan Japoniya 1930-cu illərin əvvəllərində özünün işğalçılıq siyasətini gücləndirdi. Və bunun nəticəsində Çin ərazisinin bir hissəsini işğal etmişdi və hətta özündən asılı olan burada oyuncaq bir Manchukuo dövlətini də yaratmışdı. Hind okeanının şərqindəki adaları işğal edərək buranın neft və kauçuk resurslarını ələ keçirtmişdi. Müharibə dövründə Japoniya bildirdi, Çinlə yanaşı Fransanın müstəmləkələri olan Vyetnam, Laos və Kamboçya ərazisində də möhkəmləndi. Müharibə dövründə Japoniyanın həyata keçirməyə çalışdığı bir sıra siyasət Böyük Britaniya və ABŞ-ın ciddi şəkildə narazılığına səbəb olmuşdu. Hansı hadisə Japoniya üçün dəniz yollarına nəzarəti ələ almağın həyati önəm daşıması, Japoniyanın müharibə iqtisadiyyatı qurmaq üçün dənizlərdə hökmranlıq etməyə çalışması artıq Böyük Britaniyanın və İngiltərənin Böyük Britaniya və ABŞ-ın ciddi şəkildə narazılığına səbəb olmuşdu. 1941-ci ilin aprelində Japoniya və SSR arasında bir-birinə hücum etməmək haqqında müqavilə imzalandı. Bu hadisə isə Japoniyanın uzaq şərqdəki təcavüzkarlıq hərəkətlərini daha da genişləndirdi. Japonlar bildirirdi ki, Asiya Asiyalılarındır. Japoniya belə bir təbliğat aparırdı ki, sarı irqin nümayəndələri ağ irqin nümayəndələrinə qalib gələ bilər. 1941-ci ilin dekabrında Japoniya ABŞ-ın Sakit Okean donanmasının Havay adalarındakı Pearl Harbor hərbi bazasına zərbə endirdi. Bu hadisə də ABŞ-ın 2-ci Dünya müharibəsinə qoşulmasına gətirib çıxartdı. Beləliklə 1941-ci ilin dekabrında böyük dövlətlərdən olan ABŞ-da 2-ci Dünya müharibəsinə qoşulmuş oldu. Bu zaman Almaniya Japoniyanın müttəfiqi kimi ABŞ-a müharibə elan etdi. Hərbi əməliyyatlar şərqə və Sakit Okeana yayıldı. Hərbi əməliyyatlar daha da genişləndi. Bu dövrdə artıq anti-Hitler koalisiyasının, yəni faşistlər əleyhinə koalisiyanın yaradılması prosesi də genişlənmişdi. 1942-ci ilin yanvarında ABŞ, SSR və Böyük Britaniya başda olmaqla 26 dövlət Atlantika Xartiyasına qoşulmaq haqqında Birləşmiş Millətlər bəyannaməsini imzaladılar. Bu Birləşmiş Millətlər bəyannaməsinin imzalanması gələcəkdə yaradılacaq Birləşmiş Millətlər Təşkilatının yaradılmasında ilk addım oldu. Bunun nəticəsində anti-Hitler koalisiyası yaranmış oldu. Anti-Hitler koalisiyasının yaranması və möhkəmlənməsi müharibənin gedişində əsaslı dönüşün yaradılmasına təsir göstərdi. Müharibənin ilk dövrləri əsasən təcavüzkar dövlətlərin üstünlüyü şəklində keçdi. Faşistlərin üstünlüyü şəraitində keçdi. 1942-ci ilin əvvəlləri faşist blokunun üstünlüyünün zirvə nöqtəsi oldu. 1942-ci ilin yazında Qafqazı və Bakı neftini ələ keçirmək üçün hücuma başlayan Alman qoşunu Qafqaz istiqamətində irəliləyərək payızında Volqa çayına çatdı və burada strateji əhəmiyyətli Stalingradı mühasirəyə aldı. Şimali Qafqazın bir hissəsini işğal etdi. Stalingrad şəhərinin işğal olunması Alman qoşunlarının Bakı neftinə yaxınlaşmasına səbəb olacaqdır. Ona görə də Stalingrad döyüşlərində hər küçə, hər ev uğrunda mübarizə gedirdi. Lakin cəbhə xəttinin uzanması Alman ordusunun təchizatını zəiflətdi və Stalingrad döyüşü artıq Sovet ordusu Stalingrad döyüşlərində üstünlüyü ələ keçirdi. 1942 və Stalingrad döyüşü həm də Sovet-Alman cəbhəsində əsaslı dönüşün baş verməsinə səbəb oldu. Əsaslı dönüş bu döyüşlə başladı. 1942-ci ilin yayından başlayaraq bütün cəbhələrdə faşist blokunun hücumlarının qarşısı alındı. Müttəfiqlər faşist blokuna qarşı əks hücuma keçdilər. 1942-ci ilin yayında Sakit Okeanda Mərcan adalarındakı döyüşdə Japoniyanın Avstraliya ərazisini işğal etmək təhlükəsinin qarşısı alındı. Mərcan adaları yaxınlığında baş verən video döyüşü isə ABŞ ordusu Japonları məğlub etdi. Bu isə Sakit Okeanda dönüş yaratdı. Japoniya bu hadisə video döyüşündən sonra Sakit Okeanda bir daha döyüşlərə başlaya bilmədi. 1942-ci ilin payızında Şimali Afrikada
Əl-Alameyn döyüşü baş verdi. İngilis qoşunu Misirdə Əl-Alameyn döyüşündə Alman-İtalyan qoşunu məğlub etdi. 1943-cü ildə Şimali Afrikada mühasirəyə alınan Alman-İtalyan qoşunu da təslim oldu. Bu dövrdəki bir sıra döyüşlərin oxşar xüsusiyyətlərə baxaq. Jutland, Mərcan və Midyoy döyüşləri dəniz döyüşləridir. Jutland döyüşü 1916-cı ildə Birinci Dünya Müharibəsinin gedişində baş vermişdi. Pearl Harbor 1941 dekabr, Mərcan və Midyoy döyüşləri 1942-ci ilin yayında baş verib. Bunlar ABŞ və Japonlar arasında baş vermişdi. Mərcan, Midyoy və Əl-Alameyn döyüşləri 1942-ci ildə anti-Hitler koalisiyası qalib gəlmişdi. Müharibənin gedişində artıq ABŞ, İngiltərə və SSR arasında diplomatik danışıqlarda əvvəlcə Almaniyanın məğlub edilməsi, daha sonra isə faşist blokunun qeyd-şərtsiz təslim olması və sair məsələlər razılaşdırıldı. Lakin fikir ayrılıqları da qalırdı. SSR Avropada 1942-ci ildə ikinci cəbhənin açılmasını istəyirdi. Lakin ABŞ və İngiltərə buna müsbət cavab vermədilər. Bu da müttəfiqlər arasında fikir ayrılığına səbəb oldu. Müttəfiqlərin ikinci cəbhəni açmaması Almaniyanın SSR-yə qarşı hücum əməliyyatlarını genişləndirməsinə səbəb oldu. Sovet ordusunun əks hücumu nəticəsində mühasirəyə alınan Alman qoşununun böyük bir qruplaşması 1943-cü ilin fevralında Stalingrad döyüşlərində təslim oldu. Biraz əvvəl də dedik, Stalingrad döyüşlərində Alman ordusu məğlub olmuşdu, Sovet qoşunları qalib gəlmişdi. Bu da Sovet-Alman cəbhəsində bu döyüş nəticəsində əsaslı dönüş başlamışdı. Beləliklə 1942-43-cü illərdə bütün cəbhələrdə faşist bloklarının hücumunun qarşısı alındı. Atlantik və Sakit okeanlarda üstünlük əldə edildi. Avropa cəbhəsində əsas ağırlıq SSR qoşunlarının üzərinə düşmüşdü. 1943-cü ilin yayında ən böyük döyüşlərdən biri olan Kurs döyüşü baş verdi. Kurs döyüşü ümumiyyətlə ən böyük tank döyüşü hesab edilir. İlk tank döyüşü isə bilirik ki 1916-cı ildə baş vermiş Somma döyüşüdür. Somma döyüşü də Birinci Dünya Müharibəsində baş verib. Ən böyük tank döyüşü isə Kurs döyüşüdür. Bu döyüşdə Sovet ordusu qalib gəldi. Bunun nəticəsində Sovet-Alman cəbhəsində əsaslı dönüş başa çatdı. Əsaslı dönüş Stalingrad döyüşü ilə başlayıb, Kurs döyüşü ilə isə başa çatmışdı. 1943-cü ildə Atlantik okeanda gedən döyüşlərdə üstünlük müttəfiqlərin əlinə keçdi. Bütün bunlar isə faşist blokunun böhranına səbəb oldu. 1943-cü ildə müttəfiqlərin İngiltərə və ABŞ-ın faşist blokuna qarşı qəti hücuma keçərək Siciliyaya qoşun çıxartdı. Siciliyaya qoşun çıxarması nəticəsində faşist Mussolini rejimi devrildi və süqut etdi. Artıq İtaliya təslim oldu. 1943-cü ilin dekabrında İranda Tehran konfransı çağırıldı. Tehranda böyük üçlük ilk görüşü keçirildi. Böyük üçlük hansı ölkələrdir? SSR rəhbəri Stalin, ABŞ prezidenti Franklin Roosevelt və İngiltərənin baş naziri Churchill iştirak edirdi. Artıq 1942-ci ildə ikinci cəbhənin açılmasına müttəfiqlər razı olmasa da, 1943-cü ildə Tehran konferansında ikinci cəbhənin Fransa ərazisində açılması qərarına gəldilər. 1944-cü ildə ABŞ qoşunları Japon işğalı altında olan bir sıra əraziləri azad edərək dəniz yollarına nəzarəti ələ keçirdi. 1944-cü ildə artıq müttəfiqlər ABŞ, İngiltərə və Fransız generalı Charles de Gaulle'un rəhbərliyi altında fransızlar Fransanın şimalında Normandiya sahillərinə çıxırdı. Bunun nəticəsində 1944-cü ildə Avropada, Fransa ərazisində ikinci cəbhə açıldı. Və beləliklə artıq 1944-cü ilin sonunda Fransa ərazisi tamamilə faşistlərdən, almanlardan azad edildi. Sovet ordusu isə Sovet-Alman cəbhəsində üstünlüyü qəti olaraq ələ keçirərək 1944-cü ildə bütün ölkə ərazisini azad edərək Şərqi Avropa ölkələrinin ərazisinə daxil oldu. 1945-ci ildə müttəfiqlər tərəfindən Almaniya ərazisinə daxil oldu. 1945-ci ilin aprelində Sovet və ABŞ qoşunları Elba sahillərində birləşdi. Artıq bunlar
Sovet və ABŞ qoşunları Hitlerin yeniyetmələrdən və yaşlılardan ibarət ordusu ilə qarşılaşdı. Və beləliklə Alman ordusu məğlubiyyətə uğradıldı. Böyük üçlüyün ikinci görüşü 1945-ci ilin fevralında Kırımda, Yaltada keçirilmişdi. Böyük üçlü hansı ABŞ, Böyük Britaniya və SSR idi. Beləliklə 1945-ci ildə Kırım konfransında nə qərar alındı? Müttəfiqlərin hücum əməliyyatlarını əlaqələndirmək qərarı alındı. Almaniya danışıqsız təslim olmasından sonra ona qarşı aparılacaq siyasətin müəyyənləşdirilməsi nəzərə alındı. Həmçinin bu Kırım konfransına əsasən SSR-nin qərb sərhədlərini tanındı. Almaniya məğlub edildikdən sonra isə SSR Japoniya ilə müharibəyə başlamalı idi. Bunun üstündə SSR bir sıra ərazilərin ona verilməsini tələb etdi. Bu uzaq şərqdə Japoniya ilə müharibə aparmaq müqabilində Cənubi Saxalin, Kuril adaları, Port Artur və Manzuriyadakı dəmir yolunun SSR-yə verilməsi haqqında məxfi sazişi imzalandı. Beləliklə, Kırım konfransında azad edilmiş Avropa haqqında bəyannamə qəbul edildi. Bəyannamədə xalqların arzularına uyğun olaraq demokratik təsisatlar qurmaq təminat verildi. Həmçinin gələcəkdə yaradılacaq olan Birləşmiş Millətlər Təşkilatının iş qaydaları da müəyyənləşdirildi. Artıq 1945-ci ilin aprelində Sovet ordusu Berlin əməliyyatına başladı. Nəticədə Sovet ordusu Almanları məğlub edərək Berlini tutdu. Buna görə də Hitler intihar etdi. 1945-ci ilin mayından 8-dən 9-una keçən gecə Almaniya təslim oldu. Bunun nəticəsində Sovet ordusu qələbə qazandı. 9 may qələbə günü kimi tarixə düşmüşdü. Almaniyanın təslim olması ilə artıq Avropada müharibə başa çatdı. Almaniyanın təslim olmasından bir neçə ay sonra 1945-ci ilin yayında Berlin yaxınlığında Böyük üçlüyün Potsdamda 3-cü konfransı keçirildi. Konfransda SSR-ni Stalin təmsil edirdi. Böyük Britaniyanın yeni baş nazir Clement Attlee, ABŞ-ın isə yeni prezidenti Harry Truman iştirak edirdi. Daha doğrusu Harry Truman vitse-prezidentidir. Franklin Roosevelt'in vəfatından sonra vitse-prezident kimi fəaliyyətə başlamışdı. Potsdam konfransında dünyanın müharibədən sonraki taleyinə həsr edilmişdi. Konfransın məqsədi müttəfiqlərin Almaniya ilə münasibətini müəyyən etməkdən ibarət idi. Konfransın qərarına əsasən Almaniya ərazisi 4 işğal zonasına bölündü. Hansı işğal zonaları SSR, ABŞ, Böyük Britaniya və Fransa arasında bölündü. Müharibə və əsas hərbi siyasi canilərini mühakimə etmək üçün beynəlxalq hərbi tribunal yarandı və faşist hərbi canilərini mühakimə etmək üçün beynəlxalq hərbi tribunal yarandı. Almaniyanın dövlət sərhədləri müəyyən olundu və Almaniya öz ərazisinin 1/4-ni itirdi. Almaniyadan alınacaq təzminatın həcmi müəyyən edildi. Bu təzminatın yarısı isə SSR-yə çatmalı idi. Artıq dedik ki, Almaniyanın təslim olunmasından sonra əsas diqqət mərkəzində olan dövlət Japoniyanın məğlub edilməsindən ibarət idi. 1945-ci ilin avqustunda ABŞ Japoniyanın Hiroşima və Nagasaki şəhərlərinə atom bombası ataraq bu, bəşəriyyət tarixində ən böyük cinayətlərdən birini törətdi. Japoniyanın atom bombasını ABŞ-ın Japoniya atom bombasını atmaqda məqsədi nədən ibarət idi? İkinci Dünya müharibəsində öz gücünü nümayiş etdirmək, Japoniyanı təslim olmağa məcbur etməkdən ibarət idi. ABŞ Japoniyaya qarşı atom bombasını atmasını isə nələrlə əsaslandırırdı? Sakit Okean bölgəsinin azad edilməsindəki məsafələrin uzunluğu ilə əlaqələndirirdi. Tropik iqlim şəraitinin çətinlikləri ilə əlaqələndirirdi. Həmçinin Japoniyanın inadlı müqaviməti ilə bunu əlaqələndirirdi. ABŞ-ın həmçinin çox tələfat vermək istəməməsi ilə əlaqələndirirdi. Əslində, atom bombasının atılması hərbi zərurətdən irəli gəlmirdi. ABŞ öz gücünü nümayiş elətdirmək istəyirdi. Və beləliklə SSR Jalta konfransı üzrə aldığı öhdəliyi nəzərə alaraq 1945-ci ilin avqustun 8-də Japoniya müharibə elan etdi. 1945-ci ilin sentyabrın 2-sində Japoniyanın təslim olması ilə 2-ci Dünya müharibəsi başa çatdı. İkinci Dünya müharibəsində Türkiyə uzun müddət bir tərəf qalmışdı. Bu da
Türkiyənin xarici siyasətinin uğurunu göstərir. Lakin yaranması nəzərdə tutulan Birləşmiş Millətlər Təşkilatının üzv olmaq üçün 1945-ci ilin fevralında Türkiyə, Almaniya və Japoniyaya müharibə elan etdi. Müharibə dövründə hərbi səfərbərlik. Bu müharibə insanların və iqtisadi resursları səfərbər etmək baxımından əvvəlkilərdən qat-qat fərqlənirdi. Müharibə dövründə müttəfiq ölkələrdə iqtisadi sərhəd. Müharibə iqtisadiyyatını quran ilk dövlət İngiltərə olmuşdu. Silah zavodlarında işləməyə çoxu qadınlardan ibarət əlavə işçi qüvvələr qəbul edildi. Bu SSR-də də belə idi, İngiltərədə də belə idi, digər ölkələrdə. SSR hərbi sənayesini əsasən Urala və Sibirə köçürdü. Xalq səfərbərliyə alındı. Həbs düşərgələrindəki məhbuslar isə ön cəbhələrdə göndərildi. ABŞ-da bu müharibə dövründə hərbi silah-sursat istehsalı dəfələrlə artırıldı. Müharibə dövründə elm sahəsində də bir sıra yeniliklər, uğurlar əldə edilmişdi. ABŞ və İngiltərə elmi tədqiqatlara və onun hərbi sahədə tətbiqinə böyük əhəmiyyət verirdi. Artıq ABŞ-ın və İngiltərənin bu sayıları nəticəsində ilk dəfə radar sistemi 2-ci Dünya müharibəsi dövründə meydana çıxdı. Bu radar sistemi də İngiltərənin Almaniyanın hücumlarından qorunmasında mühüm rol oynamışdı. Almaniyada da radar sistemi vardı. Almaniya maqnetik metallar, reaktiv təyyarə və raketlər üzrə öndə idi. Ancaq bu istehsal Almaniyada biraz gec başlamışdı. Dənizdə təchizat daşınmasının müdafiəsində, okeanda təyyarə daşıyan gəmilərdən, döyüş gəmilərdən, donanmadan birlikdə istifadə edilməsi müharibənin taleyinin həll edilməsində mühüm rol oynadı. Strateji hava hücumları iqtisadi resursları məhv etmək məqsədini daşıyırdı. Hətta bu dövrdə ABŞ-da yeni tank vuran raketlər yaradıldı. ABŞ-da müharibə dövründə kompüterlərin istifadəsinə başlandı. Hətta ABŞ bu dövrdə atom bombası da hazırlanmışdı. Atom bombasının hazırlanması əsasən Almanların adı ilə bağlıdır və faşist Almaniyasından qaçan alimlərin fəaliyyəti nəticəsində ABŞ atom bombası hazırladı. Müharibə dövründə deportasiya da həyata keçirmişdi. ABŞ və SSR tərəfindən. Deportasiya nədir? Azlıqda qalan əhalinin zorla, kütləvi şəkildə yaşadığı yer tərk etməsinə deportasiya deyilir. Bu müharibə ayrı-ayrı dövlətlərin dinc əhaliyə qarşı sürgün siyasətinin miqyasına görə əvvəlki müharibələrdən fərqlənirdi. ABŞ-da deportasiya Japonlara qarşı həyata keçirilmişdi. Japon əsilli ABŞ vətəndaşları xüsusi düşərgələrə sərgün edilmişdi. 1942-ci ildə ABŞ prezidenti Franklin Rooseveltin qərarına əsasən. Bu siyasət SSR-də də həyata keçirildi. SSR-də bir çox xalqlara, Türk, Qafqaz, Baltik və başqa xalqlara qarşı həyata keçirilmişdi. Sovet rəhbərliyi müharibənin gedişində dönüş yarandıqdan sonra 1943-cü ildə Qafqazda Qaraçay, 1944-cü ildə isə Çeçenləri, İnquşları, Balkar türklərini və Kalmıkları, Krımdan Tatarları, Gürcüstandan Ahıska türklərini faşistlərlə əməkdaşlıqda ittiham edərək onları sürgün etdi. Hansı ərazilərə? Mərkəzi Asiya, Qazaxıstan və Sibirə sürgün etmişdi. İkinci Dünya müharibəsi bəşər tarixinin bildirdi ki, ən böyük müharibələrdən biri olmuşdu. Bu 60-dan çox dövlət iştirak etmiş, 70 milyondan çox insan isə bu müharibə nəticəsində həlak olmuşdu. Həmçinin müharibə ölkələrin iqtisadiyyatına da böyük zərbə vurmuşdu. O dövr üçün 4 trilyon dollara çatan müharibə xərcləri olmuşdu. İkinci Dünya müharibəsinin nəticələrinə baxaq. İkinci Dünya müharibəsinin nəticələri nədən ibarət oldu? Qərbi Avropanın dünya siyasətində rolu zəiflədi. SSR və ABŞ dünyanın əsas gücləri oldu. Lakin ABŞ hərbi, siyasi və iqtisadi cəhətdən SSR-də daha üstü tərəf idi. Asiya və Afrikada müstəmləkəçilik əleyhinə üsyanlar gücləndi. Sovet qoşunları tərəfindən işğal edilmiş Şərqi Avropa ölkələrində sosialist rejimlər quruldu. Müharibədən sonra Avropa iki düşərgəyə bölündü. Kapitalist qərbinə və sosialist şərqinə böldü. Sosialist ölkələrdə SSR rəhbərlik edirdi. İkinci Dünya müharibəsinin nəticələrindən biri də Birləşmiş Millətlər Təşkilatının yaradılması oldu. Birləşmiş Millətlər Təşkilatında 5 əsas aparıcı dövlət mühüm rol oynardı. Hansılardır?
Fransa, Çin, Britaniya, SSR və ABŞ Birləşmiş Millətlər Təşkilatının həm əsas üzvləri idi, həm də Təhlükəsizlik Şurasının daimi üzvləri oldu. Birinci və İkinci Dünya müharibəsi üçün oxşar cəhətlər nələrdir? Hər ikisi dünyanın nüfuz dairələrini bölmək uğrunda gedirdi. Hər ikisində Almaniya ildırım sürətli müharibə planından istifadə etmişdi. Hər iki müharibədə Şərq, Qərb və Qafqaz cəbhələri mövcud olmuşdu. Həm Birinci Dünya müharibəsində, həm İkinci Dünya müharibəsində Almaniya tərəfindən Belçika ərazisi işğal edilmişdi. Hər ikisinə müharibəyə ABŞ sonradan qoşulmuşdu. Birinci Dünya müharibəsinə 1917-ci ildə, İkinci Dünya müharibəsinə isə 1941-ci ildə qoşulmuşdu. Hər ikisində tanklardan və sualtı qayıqlardan istifadə olunmuşdu. Hər ikisi də iştirak edən Almaniya məğlub olmuşdu. Fərqli cəhətləri nə idi? Birinci Dünya müharibəsi Avstriyanın hücumu ilə, İkinci Dünya müharibəsi isə Almaniyanın hücumu ilə başlamışdı. İkinci Dünya müharibəsi daha geniş miqyaslı olmuş, hətta İkinci Dünya müharibəsində atom silahından istifadə edilmişdi. Birinci Dünya müharibəsində Yaponiya və Almaniya bir-birinə qarşı vuruşduğu halda, ikincisində isə bir-biri ilə müttəfiq olmuşdu. Birinci Dünya müharibəsində Almaniya Fransa ərazisinə Parisə hücum etsə də tuta bilməmişdi, lakin İkinci Dünya müharibəsində tutmuşdu. Birinci Dünya müharibəsində Çar Rusiyası, ikincisində isə SSR Almaniyaya qarşı düşmən mövqeyindən çıxış etmişdi. Həmçinin Birinci Dünya müharibəsində Çar Rusiyası məğlub olmuşdu, ancaq İkinci Dünya müharibəsində isə Rusiyanın SSR-nin qalibiyyəti ilə nəticələnmişdi. İkinci Dünya müharibəsində hansı əsas döyüşlər baş verib? Bunlara bir daha baxaq. Moskva döyüşü 1941-ci ildə baş vermişdi. Bu döyüş nəticəsində Almaniya məğlub olub və ildırım sürətli müharibə planı bıçağa çıxmışdı. 1941-ci ildə baş verən Pearl Harbor döyüşündə Japonlar ABŞ-ın hərbi bazalarına zərbə endirdilər. Bundan sonra ABŞ İkinci Dünya müharibəsinə qoşuldu. 1942-ci ildə Mərcan döyüşləri baş verdi. Japoniyanın Avstraliyanı işğal etmək təhlükəsinin qarşısı alındı. Midway döyüşü 1942-ci ildə baş verdi. Japonlar məğlub oldu. Sakit Okean döyüşlərində dönüş yarandı. Bundan sonra bir daha Sakit Okeanda Japon qoşunları müharibəyə başlaya bilmədi. El-Alamein döyüşü 1942-ci ildə İngilislər İtalyan-Alman qoşunlarını məğlub etdi. Stalingrad döyüşləri 1942-ci ilin noyabrından 1943-cü ilin fevral-mart ayına qədər davam etmişdi. Bu döyüşdə Sovet qoşunları Almanları məğlub etdi. Bunun nəticəsində Sovet-Alman cəbhəsində əsaslı dönüş başladı. Kurs döyüşü 1943-cü ildə baş vermişdi. Ən böyük tank döyüşüydü. Almanlar məğlub oldu. Sovet-Alman cəbhəsində əsaslı dönüş başa çatdı. Berlin döyüşü də 1945-ci ildə baş verib və Sovet qoşunları bu döyüşdən sonra Berlini tutmuşdular. İkinci Dünya müharibəsi ilə bağlı dərsimiz bu qədər.